Adın nə oldu? Ümit Şirəliyev. Ümit Şirəliyev. Fikir bildirmək istəyən, buyur. Çox əsəbidir və reaksiyaları çox böyükdür. Səncə? Dost olmağı bacarır. Başqa fikir? Bir də yaxşı uşaq. Deyəcək. Buyur. Səncə? Mən dərsini biraz zəifəm, amma yerdə yaxşıdır. Səncə? Dərslərdə bəziləri yaxşı bilər, bəzisi pis, amma zarafat sevər və gəlib oturduğu üçün, amma reaksiyaları biraz çoxdur. Səncə? Dərslərdən yaxşı bilir, normal bilir, dəcəldir, amma dostlarına yaxşı yola gedir. Səncə? Mənim dərsləri çox yaxşıdır, bəzi dərslərdə pis deyil. Mənim dostumdur, amma çox yaxşı. Buyur. Dərslərdə bəzilərində yaxşıdır, bəzilərində normal. Başqası. Sən? Mən yaxşı uşaqdır, həm də mənim dostumdur. Dərslərim biraz yaxşı, biraz pis bilir. Həm də çox qışqıranır. Səncə? Yaxşı uşaqdır, dərslərində də yaxşı fərqlidir. Amma mənim gəlki çox danışır. Səncə? Mənim yaxşı uşaqdır. Mən keçən il olmadığına görə mən bu il zəif ola bilərəm. Keçən harda idi ki? Hə? Keçən gəlməmişdi? Mənim yox. Aha. Mən ancaq keçən il gəlsəydim, mənim bu il çox fəal olardım. Səncə? Mən dərslərdə fəaldır, biraz zəifdir, amma dərsdə bilsəm də yəndə ancaq Səncə? mən dərslərdə fəaldır, amma biraz dəcəldir. Dəcəldir. Səncə? Mən yaxşı uşaqdır, dərsləri də yaxşı bilir. Mən çox yardımcıyamdır, biraz az varsa yaxşı olur. Mən yaxşı uşaqdır, dərslərim biraz bilir, yarısını bilir, yarısını bilir. Dərslər uşaqlar yaxşı qalır. Səncə? Dərslərini yaxşı bilir, amma çox yalvarır. Nə qayı? 5 üçün yalvaran uşaq. Yalvaran uşaqdır.